Bu, bu məndə əslində çoxdur, bu məndə iç səsimdə. Məndə bu iç səsim çalışana qədər mən hər yerdə onu dinləməyə çalışıram. Amma dinləmədiyim yerlər də olur indi. Hər birimizdə olur. Sözsüz ki, amma nə zaman ki mən o iç səsimi dinləyirəm, nə zaman ki yoldur da, adi yoldur, yolu səhv getmişəm, hamı maşında deyim ki, bir 5 nəfər var. Deyirlər ki, ay da, sən yolu səhv getdin, biz indi nə boyda yol dönməliyik? Mən deyirəm ki, mən rahatam. Deməli, biz bu yoldan getməliydik. Siz də narahat olmayın. Benzinimiz var, işığımız yanır, maşın gedir. Niyə narahatsız deyirəm də? Yəni qəti burada narahat olmayın. Əslində biz o iç səsimizi dinləməyimiz bizim kim olduğumuzu üzə çıxardır. Kimliyimizi kimi. Aşkara çıxardır. Baxın, belə bir şey var. Bizim davranışlarımıza həmişə bizim şuurlu zeynimiz məntiqli açıqlamalar gətirir. Ki, bunu etdim buna görə. Məsələn, bu ayaqqabını aldım. Bağlayırıq da hadisələri. Bu ayaqqabını aldım ucuz olduğuna görə. Amma dərinlərdə səbəb başqa ola bilər. Misal üçün, mən öz örnəyimi deyim, sizə başıma gələn bir şey. Mən illər əvvəl bir dəfə getmişəm ayaqqabı almağa. Ayaqqabıya müəyyən bir qiymət dedi. Mən də satış edirəm ki, bu bahadır, bunu istəmirəm mən. Bu şəkildə, şuurlu şəkildə açıqlama gətirirəm. Dedi ki, özdə bir dənə də ayaqqabı var, onu da gətirim. Gətirdi, bu ayaqqabını bəyəndim və bu ayaqqabını aldım. İndi yolda gələ-gələ soruşuram özümə, deyirəm ki, əgər məsələ qiyməti idisə, eyni qiymətdir axı. Sən bu ayaqqabını niyə almısan? Onun görünüşünə görə. Çünki onun ilk gətirdiyi ayaqqabının görünüşü mənim xoşuma gəlmədi. Azdan ağsaqqal kişilərin geydiyi ayaqqabılara oxşuyurdu. Və onu aldım. Görürsünüz, həqiqətdə səbəb başqa idi. Ona görə həqiqətdə səbəb həmişə şuur altında olur. İnanc. Onun ardında duyğular. Anladın mı? Adam, baxın, dərinlərdə özünü günahkar hiss etdiyi üçün əsəbidir. Amma o əsəbi ki, əsəbləşir, həmin anda partlayır. Onun səbəb olaraq sən səs saldın, ged uşaqları nə bilim o tərəfə apar. Ailədə bunu bu şəkildə açıqlayır. Amma dərinlərdə görürsən ki, məsələn, səbəb başqa ola bilər. Deyək ki, məsələn, işləri yoluna getməyən birini düşünün, bir bəy düşünün. Dərinlərdə özünü günahkar hiss edir. Və ona görə ailədə ən xırda bir şey. Biri baxır, deyir, mən pul qazana bilmirəm, acizəm, ona görə mən belə davranır. Çayı minnətlə qoyur qabıma, deyir, əsəbləşir. Və səbəbi də onunla əlaqəli şuurlu şəkildə açıqlama gətirir. Sən stakanı belə qoydun qabağıma. Sən filan şeyi belə elədin. Uşaqlara vaxt ayırmırsan. Nədir telefondan oturmuşsan orada? Amma həqiqətdə isə səbəb nədir? Pulsuz olduğu üçün özünü gücsüz hiss edir. Buna görə əsəbidir. Günahkar hiss edir. Dərinlərdə səbəb həmişə şuur altındadır. Həqiqi səbəblər şuur altında olur. Nəsiminin dediyi kimi sözlər yox, altındakı mənaları tapmaq lazımdır ki. Sözlərlə davranışlar arasında qalanda deyir, davranışlara bax. Davranışlarla niyyətlər arasında qalanda niyyətlərə bax. Çünki bəzi pis insanlar öz pis niyyətlərini gerçəkləşdirmək üçün yaxşı davrana bilirlər. Davranışlara bax. Çox gözəl sözdür. Bir də deyim, sözlərlə davranışlar arasında qalırsan. Sözlərlə davranışlar arasında qaldığımızda biz davranışlara baxırıq. Həqiqi məlumat orada gizlidir. Amma davranışlarla niyyətlər arasında qaldığımızda biz niyyətlərə baxmalıyıq. İnsan nə niyyət edir ki, belə davranır? Misal üçün deyək ki, bir nanəcibin biri bir xanıma misal üçün pislik eləmək üçün ona yaxşı davranışlar sərgiləyə bilər. Yaxşı sözlər deyə bilər. Dəyərli hiss etdirəcək sözlər də deyə bilər. Amma niyyəti başqa olmuş ola bilər.